Kırdaman şəhərində sizə yeni bir həyət evi çəkib təqdim edirəm. Ümumi 5 otaqdan ibarətdir. İkinci mərtəbədə 3 otaq və bir mətbəx mövcuddur. Aşağıda isə yerləşir 2 otaq və bir mətbəx. Gəlin buradan mən sizə göstərim. Açığı belə deyim mən sizə, aşağı otaqlar. Əslində bura qaraj olub otaq ediblər. Hündürlükdən hiss olunur. Sənədi qaydasındadır. Həm torpaq, həm ev paket kupçadır. Bu hissədə mətbəxini görürsünüz. Burada isə yataq otağı. Marşrut dayanacağından cəmi 10 metr məsafəsi var. Bu hissədə kladovkadır. Yuxarı otaqlar gözəl şəkildə təmirlidir. Dediyim ki, marşrut dayanacağına çox yaxın bir məsafədə yerləşir. Buradan daxil olduq evin içərisinə. Dediyim kimi, ikinci mərtəbədə 3 otaq mövcuddur. Bu hissədə qonaq otağı, şəxsi əşyalar evdən çıxarılacaq. Dediyim kimi, həm torpaq, həm ev paket kupçadır. Sanuzelini görürsünüz. Bu hissədə bir yataq otağı. Qiymət 105.000 manat təyin olunub. Real alıcı ilə danışmaq olar. Digər yataq otağı və burada isə yerləşir evin mətbəxi. Əlaqə saxlayıb gəlib baxa bilərsiniz. Əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Ev qoşa daşdan tikilib. Diqqətiniz üçün sağ olun.